Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. 7 kilovat yarımlıq mühərriklə olan dənli bitkiləri üydən makinamız, demək 7 kilovat yarımlıq mühərrikimiz, idarə edici qutumuz, idarə edici qutuya yenə aiddir. Demək, maqnit birləşdirici ayrıcı, elektrik birləşdirici ayrıcı və ən nəhayət istilikdən, mühərriki yanmadan qoruyan cihaz, ampermetrimiz, işə salma, söndürmə düyməsi, həyəcan siqnalı. İndi isə demək 3 dənli bitkinin Allahın izni ilə qarışdıracağıq və bunkerimizə əlavə edəcəyik. Zəhmət olmasa çəkərdim bir dənə quzu kəsim sağ. Ya Allah. Hanı əlcəyib. Demək, birinci buğdamızı əlavə eləyək. Əziz izləyicilər, dediyim kimi 30 kilo, hərəsindən 10 kilo dənli bitkilərimizin çəkisidir. İnşallah qarnı dalımızı əlavə eləyək. Zəhmət olmasa yaxına gələrdi bu əsil. Makinamızın bunkeri 50 kilogram dənli bitkiləri tutur. Demək, qarışdırdık. İnşallah indi başlayaq Allahın izni ilə üyütməyə. Demək, 10 kiloda arpamızı əlavə edək. Və üyütmə prosesini sizlərə nümayiş edək. Allahın izni ilə. Demək, qarışdıraq ki, İnşallah proses yaxşı geçsin. Ya Allah, Bismillah. İndi işə salaq.
Əziz izləyicilərimiz, Allah'ın izniyle büyüklüğümüz həcmi sizlere təqdim edeyim. Ya Allah, Bismillah. Buyurun. 3 dənli bitkinin kəpəyini yüksək, yəni ələsək kəpəyini un şəkili. Buyurun əziz izləyicilərimiz. Yenə həmişəki kimi. Elhamdülillah. Buyurun. Baxdığınız üçün çox sağ olun. Allah sizləri var eləsin. Əziz izləyicilərimiz, bayaqları 18 kilovat yarımla ot doğrayanımızı sizə nümayiş elətdirdim. Otumuzu doğradıq. 18 kilovat yarımlıq, 2 metralıq stolu ilə birlikdə idarə edici qutusu və 2 ələklə. Bu isə bizim 7 kilovat yarımlıq mühərriklə dənli bitkiləri üyüdən makinamız, 2 ələklə və idarə edici qutuyla. Gördüyünüz kimi Allah işlərinizi avam diləsin inşallah. Ruzili bərəkətli eləsin. Amin Allah. Səhifəmizi bəyənməyi unutmayın. Rəy yazmağı unutmayın. Allah amanında.